Bu gün Azərbaycan üçün olduqca əlamətdar günlərdən biridir. Həm milli qurtuluş günüdür və bilirsiniz ki, o dövrlərdə Ulu Öndərin hakimiyyətə gəlişi illərində, günlərində ölkədə vətəndaş müharibəsi idi və ölkənin gələcəyi naminə, Ulu Öndər hakimiyyəti ələ alaraq, bax bizim bu gün Şuşada qeyd etdiyimiz bu tədbirlərə gedən yolun başlanğıcını qoydu. Qələbəyə gedən yolumuzu qoydu. Müstəqilliyimizin daha da güclənməsi istiqamətində atılan tədbirlərin daha da genişləndirilməsi ilə bağlı addımlar atdı. Ölkəni dünyaya tanıtdı və bu gün də onun varisi İlham Əliyev bu istiqamətdə işi davam etdirir. Mən belə hesab edirəm ki, 15 iyun sözün əsl mənasında bizim Azərbaycan xalqının uzun illər işğal altında olan həm torpaqlarının azadlığına gedən yolun başlanğıcını qoydu, həm də ölkədə sabitliyin, əmin-amanlığın və iqtisadi gücün artmasına gedən yolun başlanğıcını qoydu. Bugünə min şükür, bugün biz Şuşada bu bayramı qeyd edirik. Eyni zamanda həm də bugün 2021-ci ildə Türkiyə ilə Azərbaycan arasında imzalanmış o möhtəşəm sənədin təməlinin qoyulduğu bir gündür və yerdir. Bu münasibətlərdə xalqımızı təbrik etmək istərəm ki, Türkiyə ilə Azərbaycan arasında olan dostluğun və qarşılıqlı əlaqələrin daha böyük bir sənəd şəklində həm də təhlükəsizliyi ilə bağlı olan bəndlərdən ibarət olan bir sənədin Şuşada imzalanması günüdür. Xalqımızı bu bayram münasibətilə təbrik edirəm.